Hər vaxtınız xeyir olsun əziz izləyicilər. Mənzərəsi Ceyranbatan gölünə olan yeni bir mənzil çəkib sizlərə təqdim edirəm. 14 mərtəbəli yaşayışlı binadır. Mənzilimiz 14-cü mərtəbədə yerləşir. Bura mənzilin eyvanıdır. Geniş belə eyvanı mövcuddur. Kompenseti burada yığılıb. Daxil olduq yataq otağına. Mənzil yeni təmir olunub. Təmirdən sonra yaşayış olmayıb. Bura mənzilin bir yataq otağıdır. Bu otaqda özünün sanitar qoşağı var. Tam təchizatlıdır. Ümumiyyətlə mənzilin 2 sanitar qoşağı var. Gördüyünüz kimi tam təchizatlıdır. Bura mənzilimizin şəbəkə tipli ayrılmış mətbəxidir. Mebeli yeni qurulub. Mənzildə yaşayış olmayıb təmirdən sonra. Bura qonaq otağıdır. Ümumi sahə 82 kvadratdır. 2 otaqdan 3 otağa təmir edilmiş bir mənzildir. Qonaq otağının ölçüləri çox normal şəkildədir. Qranit olan yerlər isti döşəmədir. Giriş qapımızdır. Burada əlavə dolab yığmaq üçün əlverişli bir sahə var. Sanitar qoşağını sizlərə təqdim edeyim. Tam təchizatlıdır gördüyünüz kimi. Duş kabineti suyun yeri ayrılmışdır. Və sonunda böyüklər üçün nəzərdə tutulmuş yataq otağını sizlərə təqdim edeyim. Mənzilimiz qopçalıdır. Qopça əldədir. Lift mərtəbəyə qədər qalxır. Qiyməti aslan bölməsində qeyd edəcəyik. Söz sərfəli bir qiymətə satılır. Ətraflı mənzil haqqında məlumat almaq üçün bizimlə əlaqə saxlayın. Kanalımıza abunə olmağı unutmayın. Videonu bəyənəcəklərinizi yazın. Satışda mənziliniz mülkünüz varsa bizlərə müraciət edin. Satışına qısa bir müddətdə yardımcı olaq. Mənzil haqqında bu qədər. Yeni çəkilişlərdə görüşənə qədər hələlik sağ olun.